بسم الله الرحمن الرحيم اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم. فادعوا الله مخلصين له الدين ولو كره الكافرون. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Usikum ibadallah və nəfsi bitəqvallah. Allahın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz və dəyərli möminlər. Cümə gününüz mübarək olsun. Allah bu cümənin xeyir və bərəkətini sizlərə, əzizlərinizə, xalqımıza, İslam ümmətinə və bütün bəşəriyyətə nəsib eləsin. İlk öncə özümü, sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar verir. Keçən dəfəki mövzumuz, cümə xütbəmiz zəfər haqqında idi, zəfərlə bağlı mövzu idi. Şəhidlərimizi yad elədik, onların ruhlarının şad olmasını dilədik, qazilərimiz üçün dualar elədik. Ona görə də istəyir zəfər olsun, insanın şəhadətə çatması olsun, istəyir əvvəlki bütün mövzular olsun, onların əsasında bir mövzu dayanır. Əgər bu mövzu keçərli olarsa, qalan sadaladığımız bütün işlər keçərli sayılar. Şəhidin şəhid olması həmin mövzudan asılıdır. O mövzu nədir? O mövzu ixlasdır. Bu gün istəyərdim ixlas haqqında inşallah danışaq. İnsan şəhadətinin özündə də niyyəti ixlaslı olarsa şəhadəti qəbul olar. Namaz qılanın namazı onun ixlasından asılıdır. Bütün əməllər, bu və digər bütün əməllər insanın xalis niyyətindən asılıdır. Əməllərin qəbulluğu xalis niyyətə bağlıdır, ixlasa bağlıdır. Ona görə də ixlas mövzusu demək olar, digər bütün mövzuları əhatə edir. İxlas sözünün ərəb dilindən tərcüməsi nə deməkdir? Lüğətdə ixlas saf olmaq, səmimi olmaq deməkdir. Termində isə insanın sərgilədiyi əməllərin görüntüsü onun qəlbindən keçənlərlə üst-üstə düşməsinə deyilir. İnsan hansı bir əməllər sərgiləyir, hansı bir əməllər yerinə yetirir. O əməllər ki görünür, insanlar o əməllərə ki baxırlar, həmin o əməlləri eləyən şəxs, icra eləyən şəxsin qəlbi də onlarla üst-üstə düşürsə, söhbət təbii ki Allah rızası olan işlərdən, gözəl əməllərdən gedir. Gözəl sərgilədiyin əməllər sənin qəlbindəki o hisslərlə, duyğularla, niyyətinlə üst-üstə düşürsə, bu ixlasa dəlalət edir. Dini termində biz bilirdik, ixlasın mənası sırf Allah rızası üçün görülən işlər deməkdir. Bir işi qürbətən ilə Allah, Allaha yaxınlaşmaq məqsədi ilə icra eləməyə deyilir. Ona görə də ixlas, imanın özü, insanın Allaha olan imanı həmişə ixlasla ölçülür. İxlas imanın, yəni səmimiyyətin ölçüsüdür. İnsan bilmək istəsə ki, imanında nə qədər səmimidir, ibadətində nə qədər səmimidir, itaətində nə qədər səmimiyyəti var, baxsın ixlasına. Əgər ixlası varsa, bir o qədər də səmimiyyəti var. Ona görə deyirlər ki, iman özü ixlasa bağlı bir şeydir. İxlasdan asılı olan bir ibadətdir. Ona görə imanın ixlasa bağlılığı onu göstərir ki, yəni ixlasın nə qədər çox olarsa, ixlasın nə qədər qüvvətli olarsa, bir o qədər də imanın artar. Quran-ı Kərimdə Allah Teala bizə ixlası başa salmaq üçün gözəl bir ayə buyurub. Nəhl surəsi 66-cı ayə. Buyurur: "Və innə ləkum fil an'ami la'ibra." Həqiqətən
heyvanlarda sizin üçün bir ibrət var. Bəzən görsən, ibrət almaq üçün insan səmalara baxır. Bəzən görsən, ətrafına, yerə, göyə baxır. Bəzən görsən, insanlara baxır ibrət. Bəzən də Allah Teala ibrətin heyvanlarda olduğunu buyurur. İbrət nədən ibarətdir heyvanlarda, davarlardakı ibrət? Buyurur, Nusqikum mimmə fi butunihi min beyni fərsin və dəmin ləbənən xalisən, səiğan lişşəribin. Çox gözəl nümunədir xalisliyin, ixlasın izah olunması üçün. Buyurur, biz heyvanların nəcisləri ilə qanlarının arasından xalis, təmiz, pak bir süd çıxardırıq. Ki, o süd onu içənlərin boğazından rahatlıqla keçir. Sanki Allah Teala burada bizə ibrət deyəndə insanın öz əməllərinə nə qədər diqqət etməsinə fikrimizi, diqqətimizi cəlb edir. İnsan gərək gördüyü əməlləri, ki, əməllər müxtəlif riyakarlıq və s. və ilaxır niyyətlərlə doludur, onları seçib içərisindən əməllərini xalis niyyətlə eləməlidir. Pak, xalis əməl Allaha təqdim eləməlidir. İxlas haqqında hədislər həddən ziyadə çoxdur. Ziyadın Peyğəmbər Salavatullahın ixlas haqqındakı hədisini söyləyim. Həzrət buyurur, müxlisin, yəni ixlaslı insanın əməli, əlaməti 4'dür. Buyurur, qəlbi pak olar. Sonra buyurur, bədən üzvləri sağlam olar. Buyurur, xeyri çox olar, sirri də təhlükəsiz olar. Birincisi buyurur ki, qəlbi pak olar. İxlaslı bəndənin əlaməti nədir? Buyurur, qəlbi pak olmaq. İxlaslı bəndənin qəlbi pakdır. Və buyurur ki, bədən üzvləri sağlam olar. Bədən üzvlərinin sağlam olmağı nədir? Yəni, bədən üzvləri mənəvi cəhətdən sağlam olarlar. Heç bir harama tərəf yönəlməzlər. Əli, ayağı sağlam insan nəyə deyirlər? Deyirlər ki, əli, ayağı sağlamdır. Yəni, oğurluq eləmir, pis işlər görmür, haram işlərə mürtəkib olmur. Ona görə Həzrət buyurur ki, bədən üzvləri sağlam olar. Sonra buyurur, xeyri çox olar. Əgər bir insan xalis niyyətli işlər görsə, istəyər ki, o işlərinin sayı çox olsun. İnsanlara daha çox xeyir versin. Və buyurur, sirri təhlükəsiz olar. Əgər qəlbində bir sir saxlayıbsa, onun sirrinin heç bir kəsə ziyanı dəyməyəcək. Niyə? Çünki ixlaslı bəndədir. Niyyəti səmimidir, xalisdir, Allaha xatirdir. Həzrət Əli əleyhissalam buyurur ki, əməlləri və davranışı aşkarda və gizlində eyni olan şəxs həqiqətən öz əmanətin ödəmiş sayılır və ibadətində saxlaşdırıb. Kim ki, əməllərində həm zahiri cəhətdən, həm batinində də o əməllərlə üst-üstə düşürsə niyyəti, o şəxs müxlis sayılır, ixlaslı sayılır. İmam Baqir əleyhissalam ixlasın digər bir yolunu göstərir, bizlərə təqdim eləyir. Buyurur, ümidi məxluqdan kəsilmiş şəxsdən başqa heç bir abid Allaha layiq ibadət eləmir. Yəni, Allaha ən layiqli ibadət eləyən şəxs ümidini başqalarından üzən şəxsdir. Heç kəs ümid bağlamayan şəxsdir. İnsan ümidin başqalarından üzəndə, sırf Allaha tərəf yönənəndə, onda xalis niyyətlə ibadət eləmiş olur, onda xalis niyyətlə əməllərini icra eləmiş olur. Həzrət buyurur ki, ən xalis ibadəti olan şəxs, ən Allaha layiq ibadət eləyən şəxs xalis bəndələrdir. Onlar da kimdir? Buyurur, ümidin başqalarından kəsən insanlar. Deyir, belə olanda insan bu məqama gəlib çatanda Allah Teala onun haqqında buyurur ki, bu mənim xalis bəndəmdir. Yəni, başqalarından fikrini yığıb sırf mənə tərəf yönəlib. Və sonra deyir ki, bu mənim xalis bəndəmdir. Həzrət İmam Baqir əleyhissalam buyurur, sonra həmin bəndəni Allah Teala əzizləyər və onu mehribanlıqla qəbul eləyər. İmam Sadiq əleyhissalamdan da bir hədis var, ixlasa dərk eləməkdən ötürü. Həzrət buyurur, Allaha xatir etdiyi əməllərə görə xalqın onu tərifləməsini sevməyən şəxsdən başqa heç kim ixlasın mahiyyətini vara bilməz. Kimsə ixlasın mahiyyətini anlamaq istəyirsə, ixlasın mahiyyətinə varmaq istəyirsə, gərək Allaha xatir etdiyi əməllərə görə başqasından bir tərif gözləməsin, başqasının tərifinə görə bir iş görməsin. Allaha xatir icra edirsənsə o işi, başqasından tərif gözləmə. Tərifləsə nə yaxşı, tərifləməsə də heç bir gözləntin olmasın. İndi buna inşallah aydınlıq gətiriləcək, bu əslində izah olunmağa ehtiyac olan hədisdir. Və nəhayət Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki,
Həzrətdən soruşdular ki, xilas olmağın, nicat tapmağın yolu nədir? Nə edək ki, nicat tapaq? Həzrət bir kəlmə buyurdu ki, nicat yalnız və yalnız ibadəti insanların razılığına görə yerinə yetirməməkdədir. Yəni, xalis niyyətlə, insanların razılığına yox, sırf Allahın razılığına görə insan yerinə yetirsə, ixlasla yerinə yetirsə, xilas olar. Xilasla ixlas görürsünüz, eyni kökdəndir. Hər üçündə xılısı, ixlasla xalis sözü. Xilas sözü hər ikisi eyni kökdən götürülür. Yəni, insan xilas olmaq istəyirsə, eyni kökdən olan ixlasla ibadətlərini yerinə yetirməlidir. Səmimi olmalıdır Allahla. Burada izah olunmağa ehtiyacı olan bir məsələ var ki, insanların, bəzən görsən, insan yaxşı bir iş görür, onu tərifləyirlər. Yaxud bəzən görsən, onun əleyhinə danışırlar. Təbii ki, insanın fitrətində var. İnsan yaxşı iş görəndə xoşu gəlir ki, onu tərifləsinlər. Bu, təbii bir haldır. Elə bir insan yoxdur ki, istəməsin ki, onu yaxşı adla tanısınlar. Hər bir insanın xislətində bu var. Hamı istəyir ki, onu yaxşı adla tanınsın. İnsanlar arasında yaxşı ad qoysun. Yaxud heç kəs istəməz ki, onu pis adla yad eləsinlər. Onun haqqında nalayiq söz işləsin. Bunu heç kəs istəməz, təbii bir şeydir. Hətta Allah Teala İbrahim Peyğəmbər haqqında, yəni İbrahim Peyğəmbərin dilindən, Quran-ı Kərimdə İbrahim əleyhissalam dua eləyir, Allaha dua eləyir. Şüəra surəsi 84-cü ayədə ki, buyurur, ey Allahım, sonra gələnlər arasında mənə yaxşı ad qismət elə. Həzrət İbrahim əleyhissalamın duasıdır. Görsən, İbrahim əleyhissalam kimi ulul əzm bir Peyğəmbər, o da istəyir ki, yaxşı bir ad qoyub geçsin. İnsanlar sonradan onu xoş adla, gözəl xislətlərlə yad eləsinlər. Deməli, bu insanın təbii xislətidir. Hər bir insan istəyər ki, onu tərifləsinlər, yaxşı adla yad eləsinlər. Burada əsas məsələ nədən ibarətdir? Tərifə uymamağın əsas tənqidi nədən ibarətdir? İnsan ki, deyirlər, tərifləməsinə gərək çox meyl göstərməyəsən, təriflənməyi sevməyəsən, niyə görə tərifi tənqid edirlər? Ona görə tənqid edirlər ki, insan əgər o tərif insanın əməlinə təsir göstərərsə, əməlinin keyfiyyətinə təsir göstərərsə, yaxud əsasına, əməlinin lap kökünə təsir göstərərsə, onda həmin tərif məzəmmət olunur. Yəni, biri səni tərifləyir deyəsən, yaxşı iş görürsənsə, onun tərifinə görə yaxşı iş görürsənsə, ibadət edirsənsə, burada həmin o tərifə qulaq asmaq, tərifə məst olmaq məzəmmət olunur. Məsələn, Zürarə, hamımız bildiyimiz kimi, İmam Sadiq əleyhissalamın ən mötəbər səhabələrindən biridir. Buyurur, bir gün İmam Baqir əleyhissalam, həm də İmam Baqir əleyhissalamın, həm İmam Baqir, həm də İmam Sadiq əleyhissalamın. Buyurur, İmam Baqir əleyhissalamdan soruşdum ki, biri bir xeyir iş görür, yaxşı bir iş görür və başqası da onu gördüyü işə görə tərifləyir. Bu, riya hesab olunurmu, riyakarlıq sayılırmı? Həzrət buyurdu ki, bunun heç bir eybi yoxdur. Çünki hamı yaxşılıqlarının digərləri arasında aşkar olmasını istəyir. Lakin insan deyir, ehtiyatlı olmalıdır ki, xeyir əməlləri cəmaatın tərifinə görə yerinə yetirməsin. Bax, burada incəlik ondan ibarətdir. Əgər sən xeyir işləri cəmaatın tərifinə görə icra eləmirsən, Allaha xatir icra edirsən, başqaları da səni bunun üçün tərifləyirlərsə, qoy tərifləsinlər, bunun heç bir ziyanı yoxdur. Yəni, bu riyakarlıq sayılmır. Başqa bir hədisdə Həzrət Peyğəmbər salavatullahdan soruşurlar ki, insanın xeyir əməlinə görə digər insanlar tərəfindən təriflənməsi nə dərəcədə düzdür? Həzrət buyurur, bu mömin üçün nəqd verilən bir müjdədir. Buyurur ki, əgər bir insanı Allaha xatir etdiyi işlərə görə tərifləyirlərsə, bu Allah tərəfindən ona ilk verdiyi müjdədir. Naqd verdiyi müjdədir. Sonra Həzrət buyurur ki, bir müjdə də axirətdə veriləcək ona. Allah rızası üçün iş görənlərin ilk müjdəsi onların yaxşı insanlar arasında təriflənməsidir. Növbəti müjdəsi isə axirətdə olacaq. Sonra Həzrət buyurur ki, Allah Teala Quran-ı Kərimdə bu barədə belə buyurub.
Bu gün sizin müjdəniz altından çaylar axan cənnətlərdir. Yəni, yaxşı iş görən insan, əgər onu Allaha xatir icra edirsə, onun elə dünyadakı müjdəsi insanların tərifidirsə, axirətdəki müjdəsi də cənnətdir. Deməli, burada çıxan nəticə nədən ibarətdir? Yəni, insan əgər bir işi Allaha xatir görürsə və o işi icra etdikdə başqaları onu tərifləyirsə, bu riyakarlıq deyil. O təriflərdən də sevinməsi riyakarlıq sayılmır. Amma başqasının tərifinə görə, başqaları tərifləsin deyə bir iş görürsə, bu artıq ibadətə, əməlin əsasına, xalisliyinə təsir göstərir deyə həmin əməl batil sayılır, ixlasdan kənardır. Bir gün Übeyd adlı bir şəxs deyir, İmam Sadiq əleyhissalamdan soruşdum ki, ətrafdakıları cəzb eləmək üçün namaza həvəsləndirib, gözəl avazla, təmiz qiraətlə qılınan namaz riya sayılırmı? Biri tutalım, qarşıda piş namaz dayanıb, imam cəmaat dayanıb, gözəl avazla namaz qılır. Yaxud heç məsələn təşliqdə namaz qılır, məsciddə də insanlar da onu görürlər, eşidirlər, həm düzgün qiraətlə qılır, həm də gözəl avazla qılır. Bu haqda deyir, İmam Sadiq əleyhissalamdan soruşdum ki, bu riyakarlıq sayılırmı? Həzrət buyurdu, xeyr, bu riyaya aid olan hallardan sayılmır. Məhşur bir hədisdə də İmam Sadiq əleyhissalam buyurur ki, cəmaatı haqq yoluna təkcə sözlə dəvət eləməyin. Yalnız sözlərlə dəvət eləməyin insanları. Onlar gərək sizdən yaxşı təqva görsünlər, fədakarlıq görsünlər, namaz və başqa xeyir əməllər də görsünlər. Çünki bu, yaxşı işləri təbliğ etmək üçün ən gözəl vasitədir. Bəzən insan görsən, yaxşı işi görüntülü halda həyata keçirdir. Məsələn, tutalım, yaxşı bir iş görür, onu çəkir, sosial şəbəkədə paylaşır. Yaxud gözəl qiraətlə namaz qılır, insanları cəlb edir özünə. Yaxud gözəl qiraətlə Quran oxuyur, insanların diqqətini cəlb edir. Burada deyir, insanın niyyəti mühüm rol oynayır. Əgər onun niyyəti o namazı Allaha xatir, o gözəl qiraətlə, düzgün qiraətlə namaz ki qılır, onu Allaha xatir qılırsa və məqsəd də budur ki, o gözəl qiraəti insanlar eşidib namaza meyillənsinlər. Məqsədi budursa, orada heç bir riyakarlıq yoxdur. Quran oxuyan da bu cürdür. Digər bütün əməlləri icra eləyənlər də bu cürdür. Tutalım, birinə yaxşılıq eləyir. Məqsədi insanları bu yaxşılıq etməyə, digərlərini də cəlb eləməkdirsə və öz etdiyi əməl də Allaha xatirdirsə, onun heç bir qorxusu yoxdur. Ona görə də insan xeyirli, xeyrxah əməllərdə daim ardıcıl olaraq yerinə yetirməyə çalışır, xalis əməllərindən heç vaxt əl çəkmir. Belə olduğu halda bu xalis niyyətlə edilən əməllər başqaları tərəfindən təriflənirsə, bunun riyakarlıqla heç bir əlaqəsi yoxdur. Və bu, xüsusən də bu tərifdən sən sevinirsənsə, o işi icra edən şəxs sevinirsə, burada heç bir riyakarlıq yoxdur. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən hədis var. Əsasən o həmin xalislik barəsində, ixlas barəsində tərəddüd edən insanlar haqqında bəzən görsən, ibadətə təzə başlayan, yaxud ixlasla bağlı mövzuları təzə eşidən insanlar görürsən, ondan sonra öz ibadətləri barəsində şək-şübhəyə düşürlər, tərəddüdə düşürlər ki, görəsən, bugünə qədər elədiyimiz ibadət, yaxud biz ki, indi əməllər icra edirik, ibadətlər yerinə yetiririk, xeyirli işlər görürük, görəsən, bu riyakarlıq edirik, biz yoxsa xalis niyyətlə edirik. İnsanda istər-istəməz belə bir sual yaranır. Öz-özündə şək-şübhəyə, tərəddüdə düşür ki, İlahi, mənim halım necədir görəsən? Belə bir hal yarananda insan bir gərək narahat olmasın. Niyə narahat olmasın? Elə onun o narahatçılıq ki keçirdir, o kifayət edir onun xalis bəndə olmağına. Əgər bir insan əməllərinin xalis olub olmaması barəsində təfəkkür edirsə, bu artıq onun xalisliyinə işarədir. Bir də ki, çox tərəddüd eləmək insanı şək-şübhəyə salır. İbadətin keyfiyyətini azaldır. Xeyr əməlləri keyfiyyətini azaldır. O keyfiyyət azaltmağa da birbaşa əsas mane olmaq istəyən şeytandır. Şeytan istəyir ki, səni bu barədə tərəddüdə salsın,
sonra ibadətdən eləsin, yaxud ibadətdə fikrini qarışdırsın, yaxud xeyir işlərdən uzaqlaşdırsın. Ona görə deyir, Peyğəmbər salawatullahdan rəvayət var ki, Həzrət buyurur, əgər bir şəxs namaz qılarkən şeytan onu riya ilə alladarsa, riyakarlıq adı ilə alladarsa, imkanı çatdığı qədər namazını uzatsın. Yaxud başqa digər üxrəvi işlərdə, axirətlə bağlı işlərdə də Həzrət buyurur, əgər digər üxrəvi, axirətlə bağlı işlərə məşğul olarsa, şeytan onu şübhəyə salarsa, vəsvəsə eləyərsə, onun vəsvəsəsinə allanmasın, fikir verməsin, əhəmiyyət verməsin, öz işini davam elətdirsin. Namaz qılırsan, başlayır sənə vəsvəsə eləmək ki, səni kənardan görürlər, görürsən sənin bu əməlin nə dərəcədə xalisdir. Başlayır vəsvəsə, sənin fikri ancaq onunla məşğul eləməyə çalışır. Deyir, əhəmiyyət vermə, bir qədər də uzat, bir qədər də rahat qıl, narahat olma. Sənin elə bunu düşünməyin kifayəti ki, sən xalis bəndəsən. Deyir, əhəmiyyət verməyəndə vəsvəsəsini uzaqlaşdırır. Belə olanda deyir, ibadəti daha da artır, daha da uzat, xeyir işi daha da çoxalt. Amma deyir, dünya işi olarsa, dünya işi barəsində, sırf dünya işi barəsində, yəni axirədə heç bir adiyyəti olmayan, Allahla heç bir əlaqəsi olmayan işlər barəsində belə bir şəkkə düşdünsə, o dünya işini mütləq tərk elə, Həzrət buyurur. Başqa bir hədisdə Peyğəmbər salawatullahdan soruşurlar ki, ey Allahın Rəsulu, bizlərdən bəzimiz oruc və ya namaz halında olarkən şeytan bizi şübhəyə salır. Bizə vəsvəsə eləyir, riyakarlıq barəsində bizi riyakarlığa sövq eləyir. Belə sual verəndə Həzrət buyurdu ki, nə vaxt gördünüz ki, belə bir halına rastlaşdınız? Deyin ki, ilahi, bilə-bilə sənə şərik qoşmaqdan sənə pənah gətirirəm. İnsan görsən aciz qalır da bəzi şəklərin qarşısında. Şeytanın da birinci işi, əsas işi odur ki, onu ibadətdən, namazdan, xeyir əməllərdən yayındırsın. Ona vəsvəsə verir bu şək eləyir, riyakarlığa yaxud xalis olması barəsində. Həzrət buyurur, gördünüz ki, sizi riyakarlığa tərəf çəkir ki, gör nə gözəl namazdır, hamı sənə baxır. Gör nə gözəl xeyir işlər görürsən, hamı səndən danışır. Riyakarlığa tərəf getdiyini hiss edirsənsə, Həzrət buyurur ki, dua elə, dinən ki, ilahi, bilə-bilə sənə şərik qoşmaqdan sənə pənah aparıram. Şərik qoşmaq ifadəsini niyə işlədir? Yəni ki, riyakarlıq özü Allaha şərik qoşmaqdır. İnsanın bir işi Allah üçün görür, bir iş görürsə, fikirləşir ki, onu Allah üçün görür. Bir tərəfdən də başqasının o işləri görməsin və özün onlara göstərməsin fikrindədirsə, belə bir fikirdədir ki, özümü digərlərinə göstərim, qoy cəmaat görsün ki, mən necə ibadət edirəm, necə yaxşı işlər görürəm. Burada artıq Allaha şərik qoşmuş sayırsan başqaların. Allah da şərikliyi xoşlamır, o əməldən kənara çəkilir. Allah digər bir hədisdə buyurur ki, kim ki Allaha xatir etdiyi əməldə başqasını da ona şərik qoşarsa, Allah ortadan çəkilir kənara, onu buraxır həmin şəxslərin öhdəsinə ki, qoy onlar sənin mükafatı versin. Ona görə də Həzrət Peyğəmbərimiz salawatullah buyurur ki, belə olan halda Allaha sığının. Deyin ki, ilah, sənə bilərəkdən şərik qoşmaqdan sənə pənah aparıram, yəni riyakarlıqdan sənə pənah aparıram. Sonra buyurur, və bilməməzlikdən etdiyim əməllərə görə səndən bağışlanmaq diləyirəm. Əgər bilməməzlikdən indi naqis, qüsurlu əməllər icra edirəmsə, onlara görə də səndən üzrxahlıq diləyirəm. Görəsən, ümumiyyətlə, ixlas insanın həyatında hansı mənəvi təsirlərə aparıb çıxardır insana, hansı xeyirləri var? Birincisi, insanın qəlbinin bəsirət və nur tapmasına, nurlanmasına səbəb olar. İnsanın hikmət və mərifət əhli olmasına səbəb olar. Necə ki, bir hədisdə, hamımızın bildiyimiz məşhur hədisdə Həzrət Peyğəmbər buyurur, kim 40 gün ardıcıl olaraq əməllərin səmimiyyətlə yerinə yetirərsə, hikmət və mərifət qəlbindən dilinə cari olar. Onun danışdığı hikmətli sözlər olar. Kim 40 gün ibadətin sırf Allaha xatir, bütün əməllərini Allaha xatir eləsə, Allah Taala onun qəlbində bir bəsirət, nur yaradar, qəlbində bir mərifət yaradar, hikmət qaynadar ki, o hikmət onun dilindən cari olar, danışanda hiss olunar o hikmət. Digər bir üstünlüyü ixlasın insanlar və həmin ixlaslı insanın ətrafındakılar ona ram olurlar. Bütün məxluqlar ixlaslı insanın qarşısında ram olurlar.
Ki deyir, şübhəsiz hər şey mömin qarşısında boyun əyib ona tabi olar. Bəndə əgər müxlis, saf niyyətdə olarsa, Allah Taala onun qorxusunu hər şeyin, hətta yerin həşəratlarının, göyün, quşlarının belə qəlbinə salar. Əgər bir insan xalis bəndə olarsa, Allah Taala onun qorxusunu ətrafındakilərin ürəyinə salar. Yəni, onun heybətin. Digər bir üstünlüyü isə, ixlas sayəsində insan Tanrının nəzəri daim həmin şəxsin üzərində olar. Ki Allah Taala buyurur, əgər bəndəm saf niyyətli və Allah sevər olarsa, onun bütün işlərin öz öhdəmə götürərəm. Bu ixlasın digər bir xeyri. Başqa bir xeyri isə insan səadət əhlinə çevirər, əgər ixlaslı olarsa. Ki Əmir-əl-Möminin əleyhissalam buyurur ki, xoşbəxt olmaq istəyirsinizsə, əməllərinizi saf niyyətlə eləyin. Əməllərimizi saf niyyətlə deməli eləsək, Allah Taala bizi xoşbəxtlərdən yazar və buyurur, ixlas ən böyük səadətdir, Həzrət Əli əleyhissalam buyurur. Və digər bir üstünlük isə əməllərin qəbul olunmasının yeganə səbəbidir ixlas. Əgər insan gördüyü xeyir işləri, ibadətləri Allaha xatir eləməsə, riyakarlıq niyəsə təbii ki, qəbul olunmayacaq. Əgər əməlin qəbul olunmasıdırsa, gərək ona ixlasla eləyəsən. Peyğəmbər salavatullah buyurur, ey müsəlmanlar, əməllərinizi Allah Taala üçün saf niyyətlə yerinə yetirin, çünki Tanrıya yalnız saf niyyətli, ixlaslı əməllər çatır. Və Allah Taala o əməlləri qəbul edir. Və nəhayət, ibadətin kamilliyinə səbəb olur ixlas. İmam Cavad əleyhissalam, Muhammed Təqi əleyhissalam buyurur, ibadətin ən üstünü ixlasdır. İnsan ixlasla ibadət eləyərsə, onun əməlləri kamillik tapar. Allaha and verir İzzət Cəlalı xatirinə bizi ixlaslı bəndələrindən qərar versin və bu yolda özünə Peyğəmbər və Əhl-i Beyt əleyhimussalamı nümunə qərar verənlərdən eləsin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kawthar fasalli li rabbika wanhar inna şaniyaka huval abtar. Sadaqallahul aliyyul azim. Mövzumuz ixlas mövzusudur. İxlas haqqında danışırdıq. Quran-ı Kərimin həm ayələrindən nümunə çəkdiyi, həm Peyğəmbər Əhl-i Beyt əleyhimussalamdan. Və sonda dedik ki, ixlaslı olmaq üçün insan heç bir məqama birdən-birə gedib çata bilmir. İnsan bütün işlərin astadan, az olanından çoxuna doğru, yüksəyinə doğru, kamilliyə doğru hərəkət edir. Heç bir kəs dünyaya gələndə kamil dünyaya gəlmir. İnsan zəhmət çəkərək, zəhmətlərə qatlaşaraq müəyyən məqamları əldə edir. İxlas da o cümlədəndir, o qəbildəndir. İnsanın ixlaslı olması birdən-birə yaranan bir şey deyil. İnsan gərək bunun üçün müəyyən zəhmətlərə qatlaşsın. Müxlis bəndələr də buna o cür nail olublar. Və bunun üçün də biz özümüzə meyyar olaraq Peyğəmbər və Əhl-i Beyt əleyhimussalamı seçməliyik. Onların həyatı, onların davranışı bu işlərdə bizim üçün bir meyyardır. İnsan surəsinin nazil olma səbəbi haqqında demək olar hamımızın məlumatımız var. İnsan surəsi nazil olmamışdan qabaq bildiyimiz kimi İmam Həsən və İmam Hüseyn əleyhissalam ağır xəstələnmişdilər və Peyğəmbər salavatullah səhabələrindən bir neçəsi ilə uşaqlara baş çəkərkən belə buyurdu: ey Əbul Həsən əleyhissalama buyurur, övladlarının tezliklə sağalması üçün nəzr etsəydin yaxşı olardı. Həzrət Əli əleyhissalam da bu qərara gəlir ki, nəzr eləsin və həm Əli əleyhissalam, həm Fatimə, həm də xidmətçiləri Fizzə nəzr edirlər ki, uşaqlar sağlarsa 3 gün oruç tutacaqlar. İmam Həsən əleyhissalamla İmam Hüseyn əleyhissalam sağalandan sonra onlar öz əhdlərinə sadiq qalaraq o nəzr orucunu tutdular. Və Əli əleyhissalam deyir, getdi 3 kiloqram arpa borc aldı. Fatimə salamullahi aleyhə onun 1/3-in dəyirmanda üyüdüb çörək hazırladı. Və deyir, orucların ilk günün orucunu açmaq istəyəndə, iftar eləyərkən qapıya bir miskin gəldi. Dedi, salam olsun sizə, ey Muhammedin əhl-i beyti. Mən zavallı bir müsəlmanam, mənə biraz yemək verin. Allah əvəzində sizə behiş yeməkləri əta eləyər. Deyir, onlar iftar açmaq üçün özlərinə götürdükləri həmin çörəyi miskinə verdilər.
Gecə su ilə iftar elədilər, ac yatdılar, ikinci gün yenə oruç tutdular. İftar açanda yetim bir uşaq gəlib qapını döydü. Həmin gündə fədakarlıq edib yeməklərini verdilər o yetimə. Üçüncü gün isə yenə də ac halda oruç tutdular. İftar vaxtı bir əsir gəlib qapını döydü və ac olduğunu bildirdi. Resul-i Əkrəm Salavatullahın əhl-i beyti əvvəlki 2 gün kimi yenə də öz qidaların, yeməklərin həmin şəxsə əsrə verdilər. Səhər Həzrət Əli əleyhissalam övladlarının əlindən tutub Peyğəmbərin Salavatullahın huzuruna gəldi. Allahın elçisi aclıqdan, taqətdən düşdüyün müşahidə edir onların və buyurur, sizi bu halda görmək mənə çox ağır gəlir. Elə bunu deyəndə onlarla bir yerdə ayağa qalxıb Fatimə Salamullah Aleyhanın evinə gəlirlər. Gördü ki, qızı mihrabda ibadət eləyir. Aclıqdan o qədər arıqlayıb ki, gözləri çökəyə düşüb. Və buyurur, Peyğəmbər Salavatullah bu halı müşahidə eləyəndə narahat oldu. Bu zaman Cəbrail nazil oldu. Ey Rəsulallah, Peyğəmbərin adını çəkir, deyir, al bu mübarək surəni, həmin Həl-Əta surəsi, Dəhr surəsi, İnsan surəsi. Allah Taala belə bir ailəyə görə səni təbrik eləyir. Sonra mübarək Həl-Əta surəsini Həzrətə təqdim elədi. Bütün bunlar o qədərdir saf niyyətlə baş vermişdir ki, ona görə Allah Taala onların bu saf niyyətlərin Quran-Kərimdə belə açıqlayır. Onlar özləri iştahları seçdikləri halda yeməyi yoxsula, yetimə və əsrə yedirdərlər. Və belə deyərlər, biz sizi ancaq Allah rızasından ötürü yedirdirik. Biz sizdən buna görə bu əməlin müqabilində nə bir mükafat, nə də bir təşəkkür istəmirik. Bu ayə ki nazil oldu. İmam Rıza əleyhissalam bu ayənin haqqında maraqlı bir açıqlama verir. Buyurur, Əmir əl-Möminin Əli əleyhissalam heç yerdə, heç vaxt deməyib ki, bu ayə nazil olmamışdan qabaq, o iş, o hadisələr zamanı demədi ki, biz sizə Allah rızasına yemək veririk. Heç belə bir söz işlətməmişdi. Allah isə ayə nazil edir ki, onlar belə dedilər. Həzrət bunun mənasını açıqlayır. Buyurur ki, onun bu saf niyyətin özü demədən Allah Taala beləcə aşkar elədi. O qədər bu işi saf niyyətlə həyata keçirmişdilər. Allaha xatir qəlblərindən keçirmişdilər ki, İlahi, bunu sənə görə eləyirik. Biz bu həmin şəxsdən heç bir təşəkkür və mükafat gözləmirik. Onların qəlbində olan bu sözü Allah Taala aşkara çıxartdı. Quranın ayəsi ilə insanlara çatdırdı. Bax, saf əməli Allah Taala bu cür ucalara qaldırır və illərlə insanlar onu yad edirlər. Bizim üçün ona görə Peyğəmbər və Əhl-i Beyt əleyhimussalam, onların ixlası bizim üçün nümunədir. İxlasın müəyyən mərtəbələri, məqamları var. Məsələn, insan var, yaxşı işi görür ki, əzabdan qorxur, ona görə yaxşı iş görür. İxlasın müəyyən mərhələləri var. Əzabdan qorxur, əzabdan qurtulmaq istəyir. Kim istəyər ki, əzaba düşsün? Təbii ki, hamı əzabdan qorxur. Heç birimiz istəmərik ki, əzaba düçar olaq. Xüsusən cəhənnəmin əzabından Allah hər birimizi qorusun. Yaxşı əməllər edir, ibadət edir ki, o əzabı görməsin. Digər bir mərhələsi isə ilahi nemətlərə nail olmaqdan ötürü insan görsən, yaxşı işlər görür. Başqa bir mərhələsi isə varlıq aləminin pərverdigarına qarşısında itaatsizliyə yol verib, yaxud günahlara yol verib, o günahlara görə xəcalət çəkir. Xəcalətini, belə deyək, əvəzində yaxşı işlər görməyə başlayır. Allahdan xəcalət çəkdiyinə görə, Allahdan xəcalət elədiyinə, utandığına görə ki, Allah ona nemətlər əta edir. Bu isə itaatsizlik göstərir. O xəcalətinə görə durur, yaxşı işlər görür, ibadət eləyir. Yaxud digər bir mərhələsi isə Allahın sonsuz nemətlərinə minnətdarlıq, təşəkkür bildirmək üçün görsən, yaxşı işlər görür insan. Başqa bir mərhələsi mənəvi insani kamil nöqtəyə, təkamülə çatmaqdan ötürü insan görsən, ibadət eləyir, əməllər, xeyir əməllər görür. Yaxud Allah dərgahına yaxın olmaq üçün bu işləri görür. Allaha layiqli bəndə olmaq üçün bu işləri eləyir. Onun müqəddəs və pak zatına aşıq olduğuna görə, onu sevdiyinə görə bu işlər görür. Bunlar hamısı ixlasın mərhələləridir, mərtəbələrdir. Bəs neyniyək ki, bu mərtəbələri bir-bir fəth eləyək?
Deyir, əvvəlcə insan ixlasın qarşısında dayanan maniyələri aradan qaldırmalıdır. Sonra yavaş-yavaş imanın gücləndirməyə çalışmalıdır. İxlasın qarşısındakı maniyələr nədən ibarətdir? Əsasən 3 amili sadalayırlar. Birincisi riyakarlıq. Riyakarlıq ixlasın qarşısında dayanan ilk maniyədir. Riyakarlıq nədir? Riyakarlıq insanın başqalarını özün göstərməsidir. Və daim çalışır ki, kimlərisə razı salsın, başqalarını razı salsın, onu görən insanların hamısını razı salsın. Amma bu düşünmür ki, bütün insanları razı salmaq qeyri-mümkündür. Ona görə də yorulur, əldən düşür insan. Onu razı salır, bu narazı qalır. Gedir, bunu razı salır, o birisi narazı. Elə fikri, zikri bütün insanları razı salmaqdır ki, bu qeyri-mümkündür. Əslində heç bu Allaha xoş gələn bir iş deyil. Əgər sən haqlısansa, başqaları haqsızdırsa, haqlı insanlarla bir ol, onları razı salmağa çalış. İnsan fikirləşir, bu qədər insanı razı salınca, elə Allaha razı salsam, Allahın bəyəndikləri də məndən razı qalacaq. O qəlbindəki o nigarançılıqlar, narahatçılıq hissləri hamısı bir-bir aradan gedəcək. Görsən, insanların hər birini razı salmaq mümkün olmadığına görə, insan bir nəfər razı salsa, bilsə ki, bir nəfər razılığı ilə bütün layiq olan insanlar razı qalacaqlar, o Allahdır. Allah rızasına yəni işi görsün, riyakarlıqdan uzaq dur ki, riyakarlıq ixlasın qarşısında bir maniyədir. İkincisi, dünyaya bağlılıq, ixlasın qarşısında dayanan maniyələrdən biridir. Ki, insan istəyir ki, hətta o yerə gəlibsə, dünyaya o qədər bağlı ki, hətta ibadətin özü ilə dünyadan bəhrələnməyə çalışır. İbadət vasitəsilə dünya nemətlərini istəyir. Dünya malına nail olmaq üçün görürsən, ibadət edir. Məsələn, biri tutalım, işləri gedmir, şikayətlənir işlərindən, o birisi də ona tövsiyə verir ki, ged namaz qıl, işlərin düzələcək. O da gedir namazın qılır o niyyətlə ki, Allah rızayəti üçün yox, Allah hatır yox. Gedir namazın qılır ki, işləri düzəlsin. Deməli, bu nə oldu? Bu, Allah rızayətinə, ixlasdan kənar oldu. Sonra görür ki, işləri düzəlmir. Qayıdır namaza atır. Niyə? Deyir, namaz qıldım, yenə də işim düzəlmədi. Niyə düzəlmədi işini, heç bilirsən? Çünki sən Allah rızayəti üçün qılmamışdın namazı. Allah rızası üçün ibadət eləməmişdin. Əgər Allah rızasını eləsəydin, Allah heç kəsə borclu qalan deyil. Ona görə dünya həvəsi bəzən insanları ibadəti belə dünya malını əldə etməyə sövq eləyir. İnsan o dünyaya bağlılığı özündən uzaqlaşdırsa, ibadəti xalis olar. Yaxud dünyaya bağlılıq görsən, insanlar nə qədər ruhu sarsıntılar keçirirlər, psixoloqlara müraciət edirlər. Bunların əksəriyyəti bilirsiniz nədəndir? Bunların əksəriyyətinin səbəbi dünyaya bağlılıqdır, vəssalam. Başqa bir şey yoxdur. Dünyaya o qədər bağlanıb, onları əldə elə bilməyəndə dərhal sarsılır, psixoloji sarsıntı keçirdir. Dünyanın, məhəbbətin, bağlılığın ürəyindən çıxart, gör necə ruhun sakitləşir. Yaxud belə insanlar deyir, gərək dünyaya bağlı olan insanların nə qədər bədbəxtliklərlə üzləşdiyinə fikir versinlər. Dünya malı hər şeyi həll eləmir. Bir çox şeyləri həll edə bilər, amma hər şeyin həlli deyil. Necə ki, çox varlı insanlar bunun şahidi olublar. Görüblər ki, hər cür imkan var, amma elə problemlər var, onu həll eləyə bilmir. Deməli, dünyaya bağlılığı özündən uzaqlaşdıran şəxs nəməllərin bir-bir həm ruhu sakitləşir, ruhu sarsıntılardan nicat tapır, həm də giriftarlıqlardan, bədbəxtliklərdən uzaq olur. Həm də əməllərin başlayır xalis niyyətlə eləməyə. Bu ikincisi. Üçüncüsü isə, üçüncü maniyə, İxlasın qabağında isə şeytanın özüdür. Şeytan insana riyakarlığı bəzəkli göstərir, insan riyakarlığa yol verir. Şeytan dünya məhəbbətin bərri bəzəkli göstərir, insan dünyaya məhəbbət bəsləyir. Və digər bütün günahlar da insan üçün gözəl göstərir, insan başlayır bir-bir o günahları eləməyə, ixlas da əldən gedir, ibadət də, itaət də. Ona görə deyir, şeytanın nüfuzunun qarşısını almaq istəyirsənsə, yeganə yol ixlaslı olmaqdır. Niyə? Çünki şeytan ixlaslı bəndələrə yaxın dura bilmir. Quran-ı Kərimdə and içir ki, Allah bütün bəndələri yoldan çıxardacaq ixlaslı bəndələrindən başqa. Deməli, şeytanın vəsvəsəsinin qarşısını almaq istəyirsənsə, sənə yoldan çıxartmasının qarşısını almaq istəyirsə, yeganə yol, ən qısa, gözəl yol ixlaslı olmaqdır. Əgər əməlləri Allaha
xalis niyyətlə eləyərsənsə, şeytan bil ki, sənə yol tapa bilməyəcək. Bəs ixlası əldə etməyin yolları nədən ibarətdir? Birincisi deyir, gərək Allaha olan imanı və mərifəti günü-gündən artırmağa çalışasan. Çünki iman insanın Allaha şərik qoşmasına mane olur. Allaha kafir olmasına mane olur. Allaha şərik qoşmaq, Allaha kafir olmaq sonda nə ilə? Münafiqliklə nəticələnir. Münafiqlikdən insana ixlas nizat verə bilir. İkincisi, insan ixlasın dəyəri barəsində fikirləşmək ki, ixlas görəsən nədir? Bunu bilsə, ixlaslı bəndələrdən olar. İxlasın dəyəri haqqında fikirləşəndə baxır ki, bütün dinlərin göstərişidir ixlas. Bütün səmavi dinlərin göstərişidir ixlaslı olmaq. Və ixlas Allahın öz sevimli bəndəsinə gizli olan bir nemətidir. İxlas gizli bir nemətdir. Biz insanlara baxanda bilmirik ki, o nemət onda var ya yoxdur. O onun daxilində olur. Heç kəs onu sezmir. Amma Allah sənə ona gizli bir hədiyyə olaraq bəxş edib. Başqa bir üstünlüyü, dəyəri insanın pərverdigarını mənən seyr etməsidir. İnsan, ixlaslı insan bəndə öz Rəbbini bütün işlərdə ixlasla yerinə yetirdiyinə görə Allahı izləyir, Allahı müşahidə edir. Və ixlas qiyamət gününün asudəliyinə, hesabından amanda qalmağa səbəb olar. Hamı haqqı hesaba çəkilir, sən də haqqı hesaba çəkirsən, bütün əməlləri Allah rızası üçün eləmisənsə, soruşurlar filan işi nə üçün icra edirlər? Allah rızası üçün. Bəs bu işi nə üçün? Bu da Allah rızası üçün. O iş nə üçün? Hamısını bir-bir asanlıqla, rahatlığla, sorğu-sualdan rahat can qutarırsan. Və bayaq dediyimiz kimi, ixlaslı insana şeytan yaxın dayana bilmir. Şeytanın da vəsvəsəsindən nicat tapırsa. Və insan ixlasın dəyərləri barəsində düşündüyü kimi, onun zərərləri haqqında da fikirləşməlidir. Ki, ixlassızlıq, riyakarlıq hansı problemləri aparıb çıxarda bilər? Ki, insan ixlassız olarsa, bu o deməkdir ki, Allaha şərik qoşa bilər. Riyakarlıq, yəni Allaha şərik qoşmaq. Allahdan başqasına özün göstərmək. Bu şirk sayılır. Allahı danmağa aparıb çıxardır, münafiqliyə çıxardır, Allaha qarşı hiylə işlətmək sayılır. Və nəticədə Allahın qəzəbinə tuş gəlməyə aparıb çıxardır insanı. Və şəfaətdən insan məhrum qalır. İnsan ixlasdan kənar olsa, özün başqalarına göstərmək üçün ibadət edirsə, şəfaətdən məhrum olar. Və duanın təsiri də ondan uzaqlaşır. Dua edir, duası qəbul olunur. Başqa bir İxlasın yaranmasının səbəblərindən biri də insan özün Allahın qarşısında ibadət və itaat edilə əhəmiyyət verməməlidir. Deməlidir ki, ilahi, sənin qarşında nə qədər ibadət eləsəm də, təbii ki, zəifdir, azdır. Öz əməllərin az görməlidir. Özün Allah qarşısında aciz hesab eləməlidir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Pərverdigarı, sənə layiqincə bəndəlik edə bilmədim. Peyğəmbər əgər bu sözü buyurursa, biz gör necə öz əməllərimizə arxayın ola bilmərik. Və nəhayət dua. Duanın nəticəsində insan ixlasa nail ola bilər. İnsanın dua nəydən ötürüdür? Dua insanların ehtiyacının ödənməsindən ötürüdür. Biz dua vasitəsilə yalnız öz ehtiyaclarımızı, bizə lazım olanları Allahdan istəyirik, düzdür? Bizim fikirləşməliyik ki, ixlasdan daha böyük nəyə ehtiyacımız var? Ki, digər bütün əməllərimiz halbuki ixlasın hesabında qəbul olacaqsa, bütün əməllərimiz ixlasa görə qəbul olacaqsa, deməli, ən birinci ehtiyacımız ixlaslı olmaqdır. Ona görə İmam Səccad əleyhissalam buyurur, Pərverdigara, bunların yenə əməllərimin hamısını riya edənlərin riyalarından xalis elə ki, riyakarların riyalarından xalis elə ki, heç kəsi sənə şərik qərar verməyin və səndən başqa heç bir muradı seçməyək. Və buyurur, Allahdan qeyrisindən tamahı kəsmək bayaq dedik və ikinci bir yolu elmi artırmaq, üçüncü yolu arzuları azaltmaq. Həzrət Əli əleyhissalam buyurur, arzuları azalt ki, əməllərin xalis olsun. Digər yolu günahdan çəkinmək. Peyğəmbər salavatullah buyurur, haram işlərdən uzaq olmaq ixlasın kamalıdır. Sən ixlasın kamala çatsın, yerə haramları tərk eləyəsən. Başqa bir hədisdə Həzrət buyurur, o kəs ki, şəhadətləri ixlasla dilinə gətirərsə və onu bir şeylə qarışdırmazsa, behişdə daxil olar.
İmam Əli əleyhissalam ayağa qalxır, sual verir Həzrətə ki, necə ixlasla desin və heç nəyi ona necə qarışdırmasın? Peyğəmbər salavatullah buyurur ki, dünya hərisi. Buyurur, onu haram yolla toplamaq, dünyanın nemətlərin, dünyaya razı qalmaq, dünyanı istəmək. Sonra buyurur, hər kim Allahla görüşərsə və görüşərkən bu sifətlərdən heç biri onda olmazsa, olmayan halda la ilahə illallah deyərsə, Allah onu behişt üçün qərar verər, onu behiştə daxil edər. O kəs ki, dünyanı seçər və axirəti tərk eləyər, atəş onun üçün lazımdır. Həzrət Peyğəmbər başqa bir hədisdə buyurur ki, bütün ixlaslar haramlardan çəkinməkdə gizlənmişdir. Yəni, insan əgər şəhadət kəlməsini gətirirsə, la ilahə illallah deyirsə, Həzrət buyurmazdır ki, la ilahə illallah'dakı ixlas odur ki, nə deməkdir la ilahə illallah? Mən şəhadət verirəm ki, Allahdan başqa heç bir ilah yoxdur. Yəni ki, heç bir ilah yoxdursa, yəni mən yalnız ona tabiyəm. O tərəfdən də sual çıxır ki, bəs elədiyin günahlarda kimə tabiyəsən? Deməli, burada ixlasa xələl gətirən əməllər var. Bəs bizə niyə deyirlər ki, tez-tez çalışın, istiğfar diləyin? Biz özümüzdən bəzən aslı olmayan səbəblərdən günaha bilərəkdən, bilməyərəkdən günahlara yol veririk. Niyə görə deyirlər tez-tez tövbə eləyin? Niyə? Çünki o kəlməmiz, iqrar, la ilahə illallah şəhadətimiz doğru olsun deyə. Sanki biz tövbə eləməklə yenidən la ilahə illallahı sidq niyyətlə deməyimizi sübut eləmiş olduq. La ilahə illallah. Yəni, ilah, mən günah elədim, amma bu günahımdan üzrxahlıq diləyirəm, çünki mənim səndən başqa məbudum yoxdur. İkincisi, digər biri isə, Həzrət Peyğəmbər salavatullah buyurur ki, hər bir haqqın həqiqəti var. O kəs ixlasın həqiqətinə çatmaz, yalnız o halda ki, Allah üçün yerinə yetirdiyi əmələ görə təriflənməsin, sevməsin. Bir də nəhayət sonuncusu, insanın zahiri ilə bayaq dediyimiz kimi batininin həmrəy olmasıdır, bir olmasıdır. Müxlis insan o kəsdir ki, əgər bir şeyi aşkar eləyəndə batini ilə həmrəy olduğunu görərlər. Əgər gizlisi və aşkarı əməli dedikləri bir-birinə zidd olarsa, deməli o ixlasdan kənar çəkir. İnsanların bir halı üç haldan digəri yoxdur. İnsanların bütün halların müşahidə eləsən üç haldan artıq deyil. Birincisi buyurur, ya zahiri batinindən üstündür, zahiri batinindən üstündür. Ya buyurur, əksinədir, batini zahirindən üstündür. Bunu bu günə kimi bəlkə eşitməmişdik. Və yaxud da buyurur ki, hər ikisi eynidir. Batini ilə zahiri eynilik təşkil edir. Allah Teala Həzrət Musaya vəhiy elədi ki, ey Musa, o kəsin zahiri ki, batinindən gözəl olar, zahiri batinindən gözəl olar, yəni zahirdə gözəl insandır, batinində isə o deyil. Yaxşı işlər görür, amma batinində niyyəti, məqsədi o deyil. Zahiri batinindən gözəl olan İmam Həzrət Musa əleyhissalam Allah Teala buyurur, o şəxs mənim düşmənimdir. Zahiri batinindən gözəl olan mənim düşmənimdir. Sonra buyurur ki, o kəsin ki, zahiri ilə batini eyni olarsa, həqiqi mömindir. Zahiri də eynidir, batini də eynidir. Görün, hələ mömin sözünə layiq görülmək üçün insan nə qədər çalışmalıdır. Ki, zahirdə biz ibadət edirik, yaxşı işlər görürük, görəsən batinimizdə də odumu? Əgər odursa, bəli, o həqiqi mömindir Allah Teala Həzrət Musa əleyhissalam buyurur. Və nəhayət sonunda buyurur ki, o kəsin ki, batini zahirindən gözəl olarsa, batini zahirindən də gözəl olarsa, zahirdə yaxşı işlər görür. Hələ o qədər göstərməyib özün, batini ondan qat-qat nuranidir. Allah Teala həmin şəxs haqqında buyurur ki, ey Musa, o mənim vəlimdir, o mənim dostumdur, o mənim təyin etdiyim rəhbərdir. Allah and verir İzzət Cəlalı xatirinə, təyin etdiyi ilahi rəhbərlərdən bizi dünya axirət ayrı salmasın, onlardan bəhrələnənlərdən eləsin və bizi xalis bəndələrindən qərar verməklə öz rizayətinə nail eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu hədallahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Sədaqallahul aliyyul azim.